Salam qızlar, mən gəldim. Bugün sizə inana bilmirəm video çəkirəm. Uzun müddətdir ki, YouTube-a video yerləşdirə bilmirəm. Çünki vaxtım buna heç yəni çatmır. Həm uşaqlar, həm iş. Bu video olacaq deməli yeni əldə etdiyim məhsullar barəsində. Birinci başlamaq istəyirəm. Mən 28 mayın topdan satış mağazalarından əldə etdiyim məhsullarla. İlk önce onu diyeyim ki fake dünyasıdır. Her şey fake'dir. Yani o kadar şey var kızlar. Ben görəndə bir cəfə şok olmuştum və orijinal lüks brendlərin fake'ləri, çakmaları, padilkaları bilmem hansı düzdür. Neyse sonra yani orada satılır. Təbii ki, yan keçmədi və 3 dənə belə dodaq boyası almışam qızlar. Üstündə Kylie yazılıb. Təbii ki, bir Kylie deyil, amma Kylie Jenner'ın təqdim etdiyi dodaq boyalarının fake'idir. Bakın, qablaşdırmasına oxşur, qablaşdırması. Üstündə də Kylie yazılıb və 04 rəngidir bu. Belə bir rəngi var. Tamamilə matdı qızlar, tamamilə. Yəni sürtmək də hətta çətinlik çəkirəm. Yəni o dərəcədə qurudur. İkinci rəngi isə belədir. Görürsünüz yəqin ki. Aha, bu rəngdir. Gördünüz, çox gözəl çəhrayı rəngdir. Desem ki bunların hiçbirini istifadə eləmədim, eləməmişəm, inanarsınız qızlar. Üçüncü renk çok güzel bir kırmızı. Bu da üçüncü renk. Kızlar bu dodaq boyalarım mükemmeldir. Söz tapmıram, ifadə eləməyə. Çok sevdim, çok beğendim. Qiyməti 250 qəpik idi. 28 mayın topdan satışından əldə edə bilərsiniz. Daha sonra MAC'ın belə bir əlliyi görürsünüz qablaşdırmasını tam tamladı. Sadəcə burada MAC sözü stikerlə yapışdırılıb, yəni yapışqanla. Rəngini çox sevdim qızlar. Göstərim sizə rəngini. Rəngi belədir. Mən çox bəyəndim bu əlliyi, amma ki bu əllik yağlı tonal kremin üstündən, nəmləndirici tonal kremin üstündən çox bərbad qalır. Üzə yapışır palçıq kimi. Yəni mən başa düşdüm. Bunu pudra çəkəndən sonra mütləq üzə tətbiq etmək lazımdır. Rəngini də görürsünüz necə gözəldir. Qiyməti isə cəmi cümlətanı 3 manat idi. Bəli. Daha sonra nə əldə etdim oradan? Qəhvəyi çoxdandır. Qəhvəyi korичневый göz karandaşı axtarıram. Classics'ın belə bir, yəni sadəcə yoxlamaq məqsədilə mənə yaraşacaq ya yox. Belə bir göz karandaşını aldım və almaz olaydım. Bir dəfə sürtdüm. Gözüm yaşardı, ağladım, qızardı, qaşındı. Heç vaxt məndə belə bir şeylər olmayıb. Çünki mənim gözlərim həssas deyil. Ona görə bunu tullayacağım, atacağım. Sadəcə olaraq sizə göstərmək üçün saxlamışam. Classics qiymətdə 2 manat idi. Yəni 2 manata elə bilin ki, atdım. Növbəti əldə etdiyim məhsul isə belə bir qaş xınası. Bəli, qaş xınasıdır. Bu məhsul istifadə etmişəm. İçində 2 dənə belə paketi var. Rəngləri müxtəlifdir. Seçə bilərsiniz. Mən qəhvəyi rəngini seçmişəm. Korичневый yazılıb üstündə. Qiyməti 1 manat 50 qəpik idi. Onu da 28 mayın topdan satışlarından almışam. Qaşlarımı rənglədi, bəli, çox gözəl, çox xoşuma gəldi. Tam bir həftə rəng qaldı. Qaşlarım tökülmədi, yəni onu izah edeyim sizə, çünki çox sual gəlir bu haqda. Bəzi qızlar deyir ki, qaşları töküldü. Xeyr, məndə belə bir hal baş vermədi, gördüyünüz kimi. Sadəcə olaraq üstündə yazılıb ki, qalıcılığı 5 həftədir, amma ki, bir həftə qaldı mənim gözlərimdə, axdı getdi. Bu məhsulu sizə tövsiyə edirəm. Bundan əlavə mən girmişdim Xəzəruşqanın mağazasına. Orada bu 3 manat idi. Yəni 2 qat baha idi. Daha sonra təbii ki Kylie'nin bir dənə də mat dodaq boyasını oradan aldım. Qiyməti 3 manat idi deyəsən, yanılmıramsa. Üstündə qəhvəyi rəngdədir, görürsünüz. Amma içindəki rənglər çox təzad təşkil edir. Çəhrayı rəngdir. Hətta içində dodaq qələmi də var.
Yəni o qədər birə-birdir yəni. Ayırt eləmək mümkün deyil. Qızlar, hər şey eynidir, hər şey. Hər şey. Hər şey eynidir. İkisi də çox mükəmməldir. Orijinalı necədir? Təsəvvür eləmək istəmirəm. Yəni əgər poddelkası fake məhsul belədirsə, orijinal necədir? Yəni mükəmməldir. Rəngini göstərim sizə. Dostum, bahadır da qızlar. Yəni nə deyim, 68 manatdır. Baxın, rəngi də belədir. Çox gözəl rəngi var. Rəngini göstərərəm sizə Instagramda. 3 manataydı. Müxtəlif rənglər var idi və onu deyim ki, qalmırdı. Hamı Kali sürür Bakı şəhərində deyəsən. Çünki qızlar o qədər orada var. Yəni çatdıra bilmirəm. Millət bir-birinin üstündədir. Yəni başa düşürsünüz. Hamı Kalini, yəni nəysə ismə başa düşürsünüz. Növbəti son məhsul 28 mayın topdan satışlarından əldə etdiyim belə bir skrabdır. Bədən skrabı bitmişdi məndə və orada belə bir skrab gördüm. Qiymətdə çox münasib idi. 1 manat, yalan deyirəm, 2 manat 50 qəpik idi deyəsən. Belə bir limonlu antiselülit yazılır. Bilməm nə dərəcədə antiselülit effekti verir bu. 28 mayın topdan satış mağazalarının əldə etdiyim məhsullar bu qədər idi. Cümləm bitdi şükür. İndi isə keçək digər mağazadan etdiyim alış-verişlərə. Sabinadan nə əldə etmişəm? Instagramda sizinlə paylaşdığım sonuncu posta. Nəzər yetirsəz, görərsiniz ki, orada mən bir maskaradan danışıram. O maskara Shiseido'nun Full Lash Volume maskarasıdır. Yəni bu maskaradır. Belə bir dəst halında satılır. İçində Shiseido'nun serumu var, tester şəklində. Gözaltı pəçləri var. Yenə də 2 dənə olmalıdır, səhv eləmirəmsə. Daha sonra bir dənə göz və dodaq makyajı təmizləyici məhsul, bir dənə də maskara var. Çox bəyəndim, uzun zamandır. Maybelline Lash Sensational istifadə edirdim və çox razı idim. Amma bu dəfə dəyişiklik etmək qərarına gəldim və yaxşı ki də öz seçimimi Shiseido'dan yana etdim. Gördüyünüz kimi belə bir fırçası var. Fırçası silikon deyil qızlar, adi fırçadır. Çox gözəl, yəni məsləhət gördüyüm bir məhsul. Sabinadan əldə etdiyim ikinci məhsul hansı məhsuldur? Hamının bildiyi, hamının tanıdığı Maybelline'in Baby Skin bazası. Fikirlərim hələ ki yoxdur. İstifadə eləyib fikirlərimi mütləq sizinlə bölüşəcəm. Bunu isə endirimli qiymətdə 7 manata əldə etdim. Bir də qızlar, Leren markasını yəqin ki bilirsiniz. Mən ilk dəfə Leren'i Lalənin videosunda gördüm və Lalə çox yaxşı rəylər bildirmişdi. Ona görə də mən Leren'dən məhsul almağa qərara gəldim və 2 dənə maska aldım. 2 dənə çox maska almışam, bitirmişəm artıq o birilərini. Biri nəmləndirici maskadır, digəri isə təmizləyicidir. Bu mənim üzümü dəhşət qurudacaq. İndidən bilirəm, ona görə də istifadə edeyim ya yox. Bu da nəmləndiricidir. Belə, bu maskalar da endirimdə çox ucuz idi. 1 manat 50 qəpik idi, 2 manat idi, bilmirəm. Amma Leren'in maskaları mən gördüm, Bravo'da da satılırdı. Gedib ala bilərsiniz. Qaldı Ideal və Golden Rose alış-verişləri. Golden Rose deyim, keçək sonra Ideal'a. Golden Rose'da kampanya var idi. Yəni, bir dəqiqə. Golden Rose'da linerlərə bir stəkan bir kampaniyası var idi. 2 dənə liner əldə etdim. Biri göy rəngdə, digəri isə qəhvəyi rəngdə. Hal-hazırda gözlərimdə də qəhvəyi rəngdə liner var. Bu linerləri çox sevdim qızlar. Çox məsləhət görürəm sizə. Golden Rose'un linerlərindən belə bir performans gözləmirdim doğrusu. Məni yaxşı mənada təəccübləndirdilər. Ona görə də bu, əgər siz liner sürtməyə, liner çəkməyə təzə başlayırsınızsa, bu qiymətə 5 manatdır. İkisi bir yerdə 5 manat oldu, çünki birisi qəbir idi. Bu linerləri məsləhət görürəm sizə.
Başlıqları belədir. Sürməsi çox rahatdır. Bunları məsləhət görürəm sizə alın. Daha sonra İdealdan nə məhsul əldə etmişdim? İdealdan mən bir dənə konsiler, bir dənə də qəhvəyi rəngdə göz qələmi əldə etdim. Mislin markasının məhsullarıdır. Qəhvəyi rəngdə karandaş çox yağlıdır. Bilmirəm qalıcılığı necə olacaq. İstifadə etmək üçün fikirlərimi mütləq bölüşəcəm sizinlə. Bir dənə də konsiler. Konsiler rəngi çox xoşuma gəldi. Qızlar açıq rənglidir. Qalıcılığı barədə heç bir fikrim yoxdur. Amma biraz quruluq qalır. Mən əlimdə yoxlayarkən bunu hiss etdim. İndi isə keçək mənim Instagram üzərindən etdiyim alışverişə. Instagram üzərindən iki fərqli səhifədən iki dənə fərqli məhsul əldə etmişəm. Biri BH Cosmetics'in bu məhsuludur, paletidir. Digəri isə Wet n Wild'ın bu paletidir. İki məhsulu da rəylər haqqında məlumatım var idi bu məhsullar haqqında. Ona görə də əldə etdim. Ətraflı olaraq Instagramda məhsullar haqqında fikirlərimi bölüşmüşəm. Mən kompakt, ikisi bir yerdə, üçü bir yerdə, ümumiyyətlə kompakt məhsulları çox sevirəm. Deməli, bu palet haqqında isə, məncə söz deməyə ehtiyac yoxdur. Çox gözəl, mükəmməl bir paletdir. Bunu hansı səhifədən əldə etmişəm, bu haqda videonun aşağısında məlumat bölməsində mütləq yazacağım. Bunu da hansı səhifədən əldə etmişəm. Bu palet çox gözəl bir paletdir. Baxın, bu məhsullar qiymətinə görə performansı əladır. Deməli, bu iki məhsul bitdi. Daha başqa bir məhsul almamışam. Mənim alışveriş videom bu qədər idi. Bəyəndinizsə, mütləq təbii ki, like düyməsini sıxmağı unutmursunuz. Əgər abunə deyilsə, kanalıma abunə olun. Fikirlərinizi rəylərdə mütləq bölüşün. Bugünlük bu qədər qızlar. İnşallah daha maraqlı videolarla qarşınızda olacaq. Çox sağ olun ki, izlədiniz. Bura qədər təşəkkürlər. Növbəti videolarda görüşənə dək sağ olun.